İslam sülh dinidir. Müsəlmanlar arasında geniş yayılmış xətalı fikirlərdən biri də İslam sülh dinidir cümləsidir. Daha doğrusu bu cümlə öz-özlüyündə batil bir cümlə deyil, haqq cümlədir. Amma istifadə olunma yerlərinə baxdıqda görürük ki, bu haqq sözdən batil təbliğatlarda necə sui-istifadə olunub. İslam bəli sülh dinidir, amma kiminlə? Zalimlarla, xalqın haqqını qəsb edənlərlə? Xeyr. Təəssüflər olsun ki, bu sözü adətən zülm görən şəxsin intiqam növbəsi çatanda, haqqı qəsb olunan toplum etiraza qalxanda işlədirlər. İmamlardan nəql olunan hədislər də İslam məhəbbət və qəzəbdən başqa bir şeydirmi şəklindədir. Bu o deməkdir ki, dindəki haqqa qarşı olan sülh və məhəbbət, batilə qarşı olan qəzəb və nifrət ilə eyni ölçüdə olmalıdır. Bir dindar təkcə haqqı sevir və eyni miqdarda batilə nifrət etmirsə, onun dini naqisdir. Mümkündürmü ki, bir insan Musa peyğəmbəri sevsin, amma eyni zamanda Fironu da sevsin? Din sülhə çağırır deyərək Həzrəti Musa ilə Fironu sülhə dəvət etsin. Buna görə də İslam haqqı ilə sülh, batil ilə mübarizə dinidir demək daha doğrudur.